çətin lokasiya axtarışlarından sonra nəhayət ki, ötən gün püskürən Bozdağ Güzdək vulkanı ərazisindəyik. Statistik göstəricilərə əsasən bu vulkan sonuncu püskürməsinə qədər 10 dəfə püskürmə qeydə alınıb və bu püskürmədən də əvvəl ən sonuncu 2024-cü il 12 mayda püskürməsi qeydə alınıb. Püskürmə Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyaları tərəfindən qeydə alınıb. Ötən gün aprelin 9-da axşam saatlarında saat 22:26-da Bozdağ Güzdək Palçıq vulkanı növbəti püskürməsi qeydə alınmışdır. Püskürmə zəif idi, bir faza ilə xarakterizə olunub, davamlığı 6 dəqiqə qeydə alınmışdır. Dərinliyi 3 kilometr və ayrılmış enerjisi 6.36 vurulsun 10^6 joule kimi qeydə alınmışdır. Ölkədə 365 vulkan var. Bozdağ Güzdək vulkanı püskürmə aktivliyinə görə 20 vulkandan biridir. Gülşanə Mahmudova, Novruz Kazımov, ASTV Xəbər.